Uşaqlar 3 qatı 30 olan ədədin 7 qatı neçədir? 70. Bəli. 5-ə bölmə zamanı ən böyük qalıq neçə ola bilər? 9. Xeyr. 4. Aha. Bölmə əməlində qismət 6, bölən 2, qalıq 1 olarsa, bölünən neçədir? 3. Bölmə əməlində qismət 6, bölən 2, qalıq 1-dirsə, bölünən neçə ola bilər? Əyləşin. 13. Bəli. Günün 8-də 3 hissəsini işləyən işçi neçə saat işləyir? 10. Əyləşin. 9. Bəli. Üç işçinin 6 gündə gördüyü işi bir işçi neçə günə görər? 3 işçinin 6 gündə gördüyü işi bir işçi neçə günə görər? 8. 2. Hansı cüt ədədlər 36-dan böyük, 48-dən kiçikdir? 40. Hansı cüt ədədlər 36-dan böyük, 48-dən kiçikdir? 46. Ümumi hamısını deməlisən. Ya deməlisən, ya da gedib oturursan. 38, 40, 42, 44, 46. Bəli, keçək. O uşaq əyləşsin. Ana ilə qızının yaşlarının cəmi 59-dur. Qız 17 yaşındadır. Aydındır uşaqlar. 7 il əvvəl ana neçə yaşında idi? Afərin. Ata ilə oğlunun yaşlarının cəmi, yaxın gəl Osman. Sən biraz geri dur, nə balam? Orada telefonda görük. Aha. Ata ilə oğlunun yaşlarının cəmi 44-dür. Oğul 8 yaşındadırsa. 36. Arxasını deməmişəm axı mən balam. Ata ilə oğlunun yaşlarının cəmi 44-dür. Oğul 8 yaşındadırsa, 8 il əvvəl ata neçə yaşındaydı? 28. Bəli. Onda bir hissəsi 30 olan ədəd neçədir? 3. Xeyr. 3'te 1. Əyləşin. Xeyr. Əyləşin. 300. Bəli. Yarım saata 4 məsələ həll edən uşaq 2 saata neçə məsələ həll edər? 8. Xeyr. 156. Xeyr. Əyləşin. 16. Bəli. Uşaqlar, eyni zamanda 8 və 3 ədədlərinə bölünən ədəd neçədir? 24. Bəli, birinci Osman dedi. Biri 19, o biri bundan 4 dəfə böyük olan ədədin cəmi. Xeyr. 63. Xeyr. Biri 19, o biri bundan 4 dəfə böyük olan ədədlərin cəmi. Xeyr. Sən keçəklər.
Osman 95. 91. Aslan. Osman da. Üzüm dene. Üzüm dene. Neyse demiştin? 95. Ha? Aferin. Dedim belki 91 demiştin. Alkışlaydık. Tebrik ederim.